Hamınızı salamlayıram əziz dostlar. Bugünkü dərsimiz istisnai sillogizm haqqında olacaq. İstisnai sillogizmini biz əvvəllərdən hissədə demişik. İstisnai sillogizm hansı sillogizmdir? Bugünkü dərsdə istisnai sillogizmin müqəddimələri haqqında danışacaq. Bir neçə məsələni təhlil edəcək bu barədə. Məsələn, istisnai sillogizm bir misal deyək. Əgər bugün cümədirsə, onda sabah şənbədir. Bu kiçik müqəddimə. Bugün cümədir. Bu böyük müqəddimə. Nəticədə olacaq ki, sabah şənbədir. Təbii ki, mürəkkəb istisnai sillogizm də deyəndə demişdim, mürəkkəb istisnai sillogizm o sillogizmdir ki, müqəddimələrdən biri və yaxud da hər ikisi mürəkkəb hökmündən təşkil olunur. Bunu keçən dəfələrdə demişdik. Burada bir məsələ var. İstisnai adlanmasının da səbəbi ikinci müqəddiməyə görədir. Yəni, burada əgər bugün cümədirsə, onda sabah şənbədir. Birinci müqəddimə. İkinci müqəddimə deyir ki, bugün cümədir. Bu istisna adlanır. Yəni, istisna cümləsi buna deyərlər. İkinci müqəddimədə istisna olunur. Sanki gəlir, istisna eləyir bugünün. Məsələn, mən deyirəm, bugün cümədirsə, onda sabah şənbədir. Amma gəlib burada istisna eləyir ki, bugün cümədir. Onda bugün cümədirsə, deməli, sabah şənbədir. Buna görə bir növ istisna, bir növ deyəndə elə buna görə istisna sillogizm adlandırırlar ki, ikinci müqəddimədə gəlir, birinci müqəddiməni istisnasını belə deyək, meydana gətirir. Bir sual var, o sual da bundan ibarətdir ki, biz demişdik ki, istisnai sillogizmdə nəticə müqəddimələrdən birində olur və yaxud da ya nəticənin özü və yaxud da nəticənin ziddi müqəddimələrdən birində olmalıdır. Amma məsələ bundan ibarətdir ki, nəticənin özü, eyni ilə nəticənin özü müqəddimələrin birində ola bilər. Yoxsa yəni hansısa cümlənin tərkib tapıb başqa formatda olmalıdır. Məsələn, əgər bugün cümədirsə, onda sabah şənbədir deyirik. Nəticə isə budur ki, sabah şənbədir. Mümkündür ki, biz gərək bu sabah şənbədir nəticəsi müqəddimələrin birində elə eyni ilə sabah şənbədir formasında gəlsin. Yəni, bu mümkündür yoxsa yox. Yoxsa burada hər hansı bir tərkib olmalıdır. Bugün, əgər bugün cüməndirsə, onda sabah şənbədir. Bu kimi, məsələn, cümlə ilə gəlməlidir. Bu mümkündür yoxsa yox? Təbii ki, qeyd olunur ki, bu mümkün deyil. Nəyə görə mümkün deyil? Çünki həmin cümlə sillogizmin müqəddiməsi olduğu üçün məlum olacaq. Biz əgər desək ki, sabah şənbədir və sabah şənbəni iki müqəddimənin birində gətirsək, bu belə çıxır ki, bu nəticə zatən məlumdur. Niyə məlumdur? Çünki müqəddimələrin birində gəlib, sabah şənbədir olması gəlib. Amma desək, əgər bugün cümədirsə, onda sabah şənbədir, bu bizə məlum deyil hələ. Bugünün cümə olmasını hələ bilmirik. Sonra gəlib istisna edirik, deyirik ki, bugün cümədir, onda deyirik sabah şənbədir. İstisna vasitəsi ilə biz nəticə meydana gətiririk. Biz də demişdik, sillogizmlə nəticə odur ki, yeni bir şey meydana gəlsin. Bizim üçün məlum olmayan bir şeyi, yəni bizim üçün məhsul qalan bir şeyi məlumat çevirə bilək sillogizm vasitəsi ilə. Və burada mən bilmirəm ki, sabah şənbədir. Mən deyirəm, əgər bugün cümədirsə, sabah şənbədir. İndi ikinci müqəddimə ilə gətirirəm. Deyirəm ki, bəli, bugün cümədir. Bugün cümədirsə, onda nəticə, yeni bir şey, bilmədiyim bir şey meydana gələcək. O da nədir? Sabah şənbədir. Bugünün cümə olması, yəni bugün cümədirsə, onda sabah şənbədir və yeni nəticə əldə olunur. Lakin sabah şənbədir özü bu nəticə ilə eyni formada müqəddimələrin birində olsa, bu mənasız olacaq. Nəyə görə mənasız olacaq? Məhsul bir şeyi mən məlumat çevirmək istəyirəm axı. Artıq sabah şənbədir mənim üçün məhsul olmayacaq. Bu məlumdur mənə. Niyə məlumdur? Çünki müqəddimələrin birində zatən gəlib. Müqəddimələrin biri ki, o müqəddimələrə mən inanıram, o müqəddimələrin birində var və bilirəm sabah şənbədir. Sən gəlib nəticədə təzədən mənə sabah şənbədir deməyin heç bir mənası olmayacaq. Ona görə biz gəlib deyənmərik, eyni ilə nəticənin özünü aparaq, eyni formada, heç bir cümlə tərkibi olmadan eyni formada aparaq müqəddimələrin birində qərar verək, bu düzgün deyil. Bu bir. Və ikinci isə sillogizmin nəticəsi olduğu cəhətdən isə məhsuldur. Yəni, burada nə demək istəyir? Burada qeyd etdik niyəsin, bütöv bir müqəddimə
bir müqəddiməsi kimi hesab olunarsa, bu deməkdir ki, həmin cümlə sillogizmin müqəddiməsi olduğu cəhətdən məlumdur, sillogizmin nəticəsi olduğu cəhətdən də məhsuldur. İndi mən bunu nəticə kimdə gətirirəmsə, deməli mən onu demək istəyirəm ki, müqəddimə qurub bu nəticəyə gəlib çatmışam. Niyə o nəticəni əldə etmək istəyirəm? Çünki məhsuldur mənim üçün. Məhsul olan bir şey müqəddimələr vasitəsilə məlumat çevirirəm. Və burada dedik, axı eyni şey, eyni formada, eyni nəticə, həmin o nəticə eyni formada müqəddimələrin birindədir. Deməli, sənə məlumdur. Burada artıq ziddiyyət yaranacaq. Yəni, mən nəticə çıxardıb məhsul məlumat vermək istəyirəmsə və eyni şey təzədən elə gəlib müqəddimələrdə varsa, həmin şey təzədən gəlib nəticə çıxardamsa, bu demək ki, nəticə baxımından sanki mənə məhsul olan bir şey məlumat vermək istəyirəm. Halbuki, bu özü elə məlumdur. Müqəddimələrin birindədir. Burada ziddiyyət yaranır. Yəni, çünki yadımıza saxlayaq ki, nəticə o deməkdir ki, məhsul olan bir şey məlumat çevirir mənə. Yəni, mənə məhsul idi. Bu bir və burada da gəlib biz nəticənin özünü elə məlumdan, müqəddimələrin birindən çıxarsaq, eyni formada birindən çıxarsaq, o demək ki, bu elə mənə məlumdur. Burada da məhsulla məlum iki şey ziddiyyət təşkil, iki nəslinə ziddiyyət təşkil eləyir və bu da təbii ki, ziddiyyət qəbul olunmaz bir şeydir. Ona görə də xülasə budur ki, heç bir zaman eyni formada nəticənin müqəddimələrin birində qərar verə bilmərik. Bu bir. İkinci məsələ də bundan ibarətdir ki, diqqət edin dostlar, biz demək iki məsələ bundan, iki məsələni təhlil edəcəyik. Burada bəzi müqəddimələr istisna sillogizmində hər iki müqəddimə bəzən gəlib elə mürəkkəb hökm ola bilir. Bəzən də gəlib biri mürəkkəb ola bilir, biri də sadə ola bilir. Bizim də misalda dediyimiz kiçik müqəddimə mürəkkəb idi, böyük müqəddimə sadə. İndi elə misal deyəcəyik ki, hər iki müqəddimə mürəkkəbdir. Özü də bir neçə, bu birinci məsələ, ikinci məsələ budur ki, bir neçə mürəkkəb cümlədən təşkil olunub. Məsələn, əgər doğrudursa ki, ədəd cüt olarsa, ikiyə bölünər. Deməli, əgər mənim kitablarım 100 ədəddirsə, 2 bərabər hissəyə bölünər. Bu, kiçik müqəddimə. Sonra, ancaq şübhə yoxdur ki, əgər ədəd cüt olarsa, 2-yə bölünər. Bu, böyük müqəddimə. Və nəticə də budur ki, əgər mənim kitablarım 100 ədəddirsə, 2 bərabər hissəyə bölünər. Baxın, burada iki müqəddimədə mürəkkəb hökmlərdir. Və neçə dənə mürəkkəb hökmlər təşkil olunur. Məsələn, kiçik müqəddimə baxın, əgər doğrudursa, ədəd cüt olarsa 2-yə bölünər. Ədəd cüt olarsa 2-yə bölünər. Bu, bir mürəkkəb hökm və burada müqəddəm tali var. Əgər ədəd cüt olarsa, bu müqəddəmdir, deməli onda 2-yə bölünər, bu talidir və sonra nədir? Deməli, əgər mənim kitablarım 100 ədəddirsə, 2 bərabər hissəyə bölünər. Burada təzədən bir dənə müqəddəm, bir dənə də tali gəlir. 2 dənə mürəkkəb hökm eyni bir müqəddimədə, kiçik müqəddimədə olur və bütövlükdə bu 2 dənə mürəkkəb hökmün bütövlükdə hamısı eyni, yəni bütövlükdə bir mürəkkəb cümləyə çevrilir. Hamısı mürəkkəbləşir. Yəni, müqəddimələrdə bəzən mürəkkəb, neçə dən mürəkkəb ola bilər? 2 dən mürəkkəb cümlə gələ, hökm gələ bilər və hamısı bir yerdə bir mürəkkəb hökmə çevrilə bilər. Həmçinin ikinci müqəddimədə də, yəni böyük müqəddimədə də ancaq şübhə yoxdur ki, əgər ədəd cütdürsə, 2-yə bölünər. Daha doğrusu yox, burada elə bir dənədir. Ancaq şübhə yoxdur ki, əgər ədəd cüt olarsa, 2-yə bölünər, bu elə bir dənədir. Burada da demək, məsələ bundan ibarətdir ki, müqəddimələrdən biri gəlib, görürük ki, mürəkkəb hökmdən təşkil olunur müqəddimələrindən biri və təbii ki, bir mürəkkəb hökmdən yox, bir neçə mürəkkəb hökmdən təşkil oluna bilər. Bu birinci məsələ idi. İkinci məsələ budur ki, hər iki müqəddimədə mürəkkəb ola bilər. İndi işimiz yoxdur. Biri çox mürəkkəb hökmlərdir. 2 dənə məsələnin içərisində mürəkkəb hökmlər var. Bir mürəkkəb hökmə çevrilib. Digər sual bilirsin ki, bir mürəkkəb hökm olsun. Fərqləmir. Əsas budur ki, ikinci məsələ bu idi ki, hər iki müqəddimədə, kiçik və böyük müqəddimədə mürəkkəb hökmdən təşkil oluna bilər. Demək, həm müqəddimələrdən biri sadə
digəri isə mürəkkəb ola bilər. Həm də elə hər ikisi də mürəkkəb ola bilər. İndi isə dostlar, istisna sillogizmdə ümumiyyətlə belə deyək də, sillogizmdə istisnai sözü, istisna cümləsi, bunun funksiyası nədən ibarətdir? Neçə dənə istisna cümləsi ola bilər və neçə dənə nəticə əldə oluna bilər? Bunların növlərindən tanış olacaq. İstisna sillogizmin neçə növləri var? O istisna cümləsi neçə formatda gəlib ola bilər? Və nəticə də fərqli ola bilər. Necə? Məsələn, bir misal deyək, əgər iki misalı deyək, daha doğrusu iki misal deyək, təhlil edək. Deyirik ki, əgər bu suyun temperaturu 100 dərəcəyə çatıbsa, onda qaynayıb. İkinci, ancaq hələ ki bu su qaynamayıb, yəni ikinci müqəddimə, nəticədə olur ki, bu suyun temperaturu 100 dərəcə çatmayıb. İkinci misal isə, başqa bir sillogizmə misal deyək, x ədədi ya cütdür, ya tək, ancaq x cüt deyil, nəticə x təkdir. Deməli, sillogizm, istisna sillogizm, bir gəlib, şərti istisna sillogizm ola bilir və bir də təqsimi istisna sillogizm ola bilir. Birincidə ki, dedik ki, əgər bu suyun temperaturu 100 dərəcəyə çatıbsa, bu şərt edir, çünki əgər gətirmişik. Amma ikincidə x ədədi ya cütdür, ya tək, bunlar keçmişik. Bu isə təqsimi sillogizm olur, istisna sillogizm ola bilir. Və başqa bir məsələ də bundan ibarətdir ki, şərti istisna sillogizmin nəticələrdə fərqli ola bilir. Məsələn, bu misalda ki, dedik ki, əgər bu suyun temperaturu 100 dərəcəyə çatıbsa, onda qaynayıb, ancaq hələ ki bu su qaynamayıb, nəticə budur ki, bu suyun temperaturu 100 dərəcəyə çatıb. Digər bir başqa misala baxaq, deyirik, əgər günəş çıxsa, gecə başa çatar, günəş çıxıb, nəticə gecə başa çatıb. Burada diqqət edin, birinci misalla ikinci misalın fərqi nədən ibarətdir? Deməli, bu gördüyümüz kimi ikinci müqəddimə istisna cümləsi hər iki misalda. Birinci sillogizmdə talini inkar edir. Birinci sillogizm nə idi? Əgər bu suyun temperaturu 100 dərəcəyə çatıbsa, onda qaynayıb, ancaq hələ ki bu su qaynamayıb, nəticə bu suyun temperaturu 100 dərəcəyə çatmayıb. Burada istisna cümləsinə baxaq, ancaq hələ ki bu su qaynamayıb. Bu sillogizmdə demək, istisna cümləsi, yəni ikinci müqəddimə, istisna cümləsi birinci sillogizmdə talini inkar edir. Burada gəlib talini inkar edir birinci sillogizmdə. Ancaq hələ ki su qaynamayıb, yuxarıdakı nə idi? Əgər bu suyun temperaturu 100 dərəcə çatıbsa, onda qaynayıb. Onda qaynayıb, amma istisna cümləsi nədir? Ancaq hələ ki su qaynamayıb. Qaynamağı inkar edir. Birinci bu təhlil etdiyimiz sillogizmdə budur ki, bəzən istisna cümləsi və yaxud ikinci müqəddimə gəlib birinci müqəddimənin talisini inkar eləyə bilir. Bəli. Axırıncı sillogizmdə, yəni əgər günəş çıxsa, gecə başa çatar, günəş çıxıb, gecə başa çatıb, bu axırıncı sillogizmdə isə müqəddəmi iqrar edir. Günəş çıxıb. Birinci sillogizmdə, kiçik müqəddimədəki gəlir, günəş çıxsa, əgər günəş çıxsa, gecə başa çatar, günəş çıxıb istisna cümləsi gəlib burada müqəddəmi iqrar edir. Nə idi müqəddəm? Əgər günəş çıxsa, gecə başa çatar. Əgər günəş çıxsa, iqrar edir, qəbul edir ki, bəli, doğrudan elə günəş çıxıb. Müqəddəm burada təsdiqləyir. Bəli. Axırıncı sillogizmdə isə müqəddəmi iqrar edir və şübhəsiz belə olduğu halda nəticələr də fərqli olacaq. Yəni, istisna cümləsi bəzi istisna sillogizmdə istisna cümləsi bəzən gəlir birinci müqəddimədə demək talini inkar eləyir. Bəzən gəlir birinci müqəddimədə müqəddəmi iqrar edir. Və belə olsa, nəticələr də fərqli olacaq. Necə fərqli olacaq? O ki, biz dedik ki, gəlir burada istisna cümləsi birinci müqəddimənin talisini inkar eləyir. Nəticə də bu olacaq ki,
birinci sillogizmdə müqəddəmin ziddi nəticə alınacaq. Niyə? Çünki bəli, burada nəticəsi zidd olur. Bu suyun temperaturu 100 dərəcə çatmayıb. Halbuki orada yuxarı dedik ki, əgər bu suyun temperaturu 100 dərəcə çatarsa, amma burada nəticə olacaq ki, bu suyun temperaturu 100 dərəcə çatmayıb, ziddi oldu. Ziddi də olmanın səbəbi budur ki, çünki burada istisna cümləsi birinci müqəddimənin talisini inkar etdi. Talisini inkar etsə, deməli, nəticə də zidd olacaq. Əgər bu suyun temperaturu 100 dərəcə çatıbsa, 100 dərəcə çatıb, onda qaynayıb. İndi istisnaya baxın, ancaq hələ ki bu su qaynamayıb, 100 dərəcə qaynayıbı, yəni qaynayıb, onu inkar edir, deyir qaynamayıb, nəticə də bu olacaq ki, deməli, 100 dərəcə çatmayıb. Bu suyun temperaturu 100 dərəcəyə çatmayıb. Lakin əgər günəş çıxsa, gecə başa çatar, günəş çıxıb, burada isə nə deyir? Burada deyir ki, sillogizmdə, bu sillogizm isə talinin özü nəticə alır. Niyə? Əgər günəş çıxsa, gecə başa çatır, günəş çıxıb, gecə başa çatıb. Gəlib elə o yuxarıdakı birinci müqəddimədə olan talini təsdiqləyir. Niyə? Bu da ona görədir ki, burada istisna cümləsi ki gəldi, günəş çıxıb, bu istisna cümləsi müqəddəmi iqrar etdi, yəni müqəddəmi təsdiqlədi. Müqəddəmi təsdiqlədiyinə görə nəticə də təbii ki, demək, talinin özü nəticə alacaq. Demək, xülasə dostlar, biz necə seçə bilərik ki, deyək, istisnai sillogizm odur ki, nəticə müqəddimələrin birində ilə özü olsun, ya da ki, nəticənin ziddi müqəddimələrin birində olsun. Nə zaman ola bilər? Demək, əgər istisna cümləsi gəlib talini inkar etsə, mütləq talini inkar etdiyinə görə nəticə olaraq müqəddəmin ziddi nəticə alınacaq. Amma gəlib müqəddəmi inkar eləsə istisna cümləsi, onda bu gələcək talinin özü nəticə alınacaq. Buna görə biz gəlib nəticə ilə baxırıq ki, nəticə ya müqəddimələrin birinin özündədir, ya da ki, onun ziddi birinin özündədir. Bu şeylərə görə meydana gəlir. Buna görə də şərti istisnai sillogizmdə nəticə almanın iki forması var. Bir, nəticə alanda şərti istisnai sillogizmdə ya gəlir nəticənin özü, nəticə müqəddəmi iqrar etməklə talini iqrar etmək, yəni müqəddəmi də iqrar edir, müqəddəmi iqrar etməklə talini iqrar edir, ya da ki, ikinci nəticədə olur ki, talini inkar etməklə müqəddəmi inkar edir. Burada da qeyd etdik, müqəddəmi iqrar etməklə talini iqrar edir, iki forması var. Burada gəldi neynədir? Demək, biz deyəndə əgər günəş çıxsa, gecə başa çatır, günəş çıxdı, gəlir burada müqəddəmi iqrar edir, yəni günəşin çıxmanı iqrar edir. Müqəddəmi iqrar edirsə, demək talini də iqrar edir. Tali də nədir? Gecə başa çatır. Nəticə də gəlir, gecə başa çatır, yəni talini iqrar edir. Müqəddəmi, həmin o istisna cümləsi müqəddəmi iqrar etsə, nəticə də gəlib talini iqrar edəcək. Amma talini inkar etməklə müqəddəmi inkar etmək. Burada əgər bu cümlədə dedik ki, bu suyun temperaturu 100 dərəcə çatmayıb, gəlib burada 100 dərəcə çatıb, bunu inkar etməklə, bunu inkar edir, talini inkar edirsə, nəticə də gəlib müqəddəmi inkar edəcək. Daha doğrusu, üzr istəyirəm, ancaq hələ ki, su qaynamayıb, bu birinci müqəddimədə onda qaynayıb, yəni su qaynayıb, bunu gəlir inkar edir, nəticədə 100% nə olacaq? Müqəddəmi inkar edəcək. Bu suyun temperaturu 100 dərəcəyə çatmayıb, yuxarıda isə dedik ki, bu suyun temperaturu 100 dərəcəyə çatıb, onu gəlir inkar edir. Burada belə bir sual meydana gəlir, başqa bir sual meydana gəlir ki, o sual da bundan ibarətdir ki, bu iki dənə yoldan başqa, bu iki dənə düsturdan başqa nəticələr əldə etmək olar. Məsələn, talini iqrar etməklə müqəddəmi iqrar etmək və yaxud da müqəddəmi inkar etməklə talini inkar etmək olmazmı? Belə yarana bilər. Yəni, bu iki dənə dediyimiz şərtdən, formadan başqa bir forma meydana gələ bilməz. Bu sualın cavabı mənfidir, xeyr. Ancaq ya gərək müqəddəmi iqrar etməklə talini iqrar etsin, ya da ki, talini inkar etməklə müqəddəmi inkar etsin. Başqa cürdə mümkün deyil.
Niyə mümkün deyil? Çünki aşağıdakı misallara baxaq. Əgər elə olsun, başqa cür olsun, nəticə düzgün olmayacaq. Yəni belə deyək, nəticə düzgün olmayacaq deməyək, nəticə meydana gəlməyəcək. Məsələn, baxın, əgər günəş çıxarsa, otaq işıqlanar. Burada istisna logizm hansıdır? Otaq işıqlıdır. Üzr istəyirəm. Əgər günəş çıxarsa, otaq işıqlanar. Burada istisna gəlir, otaq işıqlıdır. Otaq işıqlıdır, gəlib nəyi iqrar etdi? Gəldi, talini iqrar etdi. Otaq işıqlanar. Deməli, istisna cümləsi gəlib talini iqrar etdi, halbuki biz demişdik, inkar etməlidir. İqrar etməklə olsa düzgün nəticə olmayacaq. Nəyə görə? Çünki yalnız bu iki müqəddimə ilə günəşin çıxdığını nəticə almaq olarmı? Əlbəttə ki, yox. Çünki otağın işıqlı olması təkcə günəş vasitəsilə deyil, lampa vasitəsilə də mümkündür. Sən gəlib desən ki, əgər günəş çıxarsa, otaq işıqlanar, otaq işıqlıdır. Biz burada deyirik ki, onda günəş çıxıb. Xeyr, bəlkə otaq işıqlıdır, günəş çıxmayıb. Otaq lampa ilə işıqlıdır. Deməli, otaq işıqlıdır, gəlib otaq işıqlanarı, yəni talini təsdiqləyə bilməz, iqrar edə bilməz, belə ola bilməz. Gərək inkar etsin, nəticə əldə olsun. Çünki dediyimiz kimi, burada səhv olacaq, səhvdir budur ki, otaq günəşlə işıqlanmır, otaq başqa bir şeylə işıqlanır. Və yaxud da başqa bir misal, əgər günəşin şüası otağa düşsə, otaq isti olacaq, günəşin şüası otağa düşmür. İndi gəlir, burada istisnai cümlə, günəşin şüası otağa düşmür, gəlir müqəddəmi inkar eləyir. Halbuki bizə ki, müqəddəmi iqrar etməlidir, istisna cümləsi. Burada gəlir müqəddəmi inkar eləyir, bu da düzgün olmayacaq. Niyə? Çünki burada da qeyd olunur ki, çünki burada günəşin şüası otağın qızmasının səbəblərindən biri hesab oluna bilməz. Əgər günəşin şüası otağa düşsə, otaq isti olacaq, günəşin şüası otağa düşmür və burada da biz gərək deyək ki, onda, məsələn, günəşin şüası otağa düşmürsə, onda otaq isti deyil. Xeyr, bu düzgün bir şey deyil. Günəşin şüası otağa düşmürsə, deməli, otaq isti deyil. Niyə? Çünki otaq isti ola bilər, amma ola bilsin ki, günəşin şüası düşməsin. Otaq başqa bir şeylə isti ola bilər. Otağa istilik sistemi qoşulub. Yəni, bu deyil. Onun ki, burada da biz gəlib istisna cümləsi gəlib müqəddəmi inkar edə bilməz. Dediyimiz kimi, gərək iqrar etsin. Müqəddəmi iqrar etməlidir. Həmçinin təkcə bu iki müqəddimələ otağın isti olmadığına da hökm edə bilməliyik. Çünki burada da günəş şüası otağın qızmasının səbəblərindən yalnız biridir. Biridir, amma hamısı deyil. Və səbəblərdən birinin günəşin şüasının olmaması, heç də alternativ səbəblərin olması və nəticənin baş verməməsi demək deyil. Burada alternativ başqa yol var. Amma biz dediyimiz əsl istisnai sillogizm odur ki, alternativ yol olmasın. Biz burada deyək, əgər günəşin şüası otağa düşsə, otaq isti olacaq. Günəşin şüası otağa düşmür. Otaq onda isti deyil. Xeyr, günəşin şüası otağa düşmür, otaq amma istidir. Bu deyil, bu düzgün deyil. Ona görə də düzgün nəticə almaq üçün gərək biz iki formada istifadə etməliyik. Müqəddəmi iqrar etməklə talini iqrar etməliyik və yaxud da talini inkar etməklə müqəddəmi inkar etməliyik. İstisna cümləsi gəlib müqəddəmi iqrar etsə, deməli, buradan olacaq, nəticə talini iqrar eləyəcək. Həmçinin, ikinci budur ki, talini inkar etməklə istisna cümləsi talini inkar etsə, müqəddəmi də inkar edəcək. Bu, dediyimiz də misallar buna düşünürəm aydın şəkildə bu misallarla aydın olaraq izah etdik. Bu da dostlar, dərsimiz istisna sillogizm müqəddimələri və formaları bu haqda idi. İnşallah gələn dərsdə də təqsimi istisna sillogizm barəsində danışacağıq. Dərsimiz bura qədər dostlar. Sağ olun, salamat qalın. Vəlhamdülillah Rabbil alemin.